Salam hər kəsə. Bu günlər biz sizlərlə belə bir maraqlı sualın izahına baxaraq. Gəlin başlayaq. Deməli bizə deyir ki, cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Cədvələ əsasən qrafik faylların diskdəki həcmlərinin cəmini kilobaytla müəyyən edin. Bir klasterimizin ölçüsü də 8-dir. Bir klasterin ölçüsü 8-dir. Baxın, bunu diqqətlə saxlayırıq. Bizə baxırıq. Qrafik fayl deyir. Əksəriyyət tələbələrimizin səhv elədiyi nüans buradır. Bura diqqət eləmişsiniz. Qrafik fayllar. Deməli, qrafik fayllar biz bilirik ki, sonu JPG, ODG. Daha sonra text nə idi? Mətn faylı. Deməli, bu getdi. PNG qalır. Docx getdi. XLS getdi. Deməli, yerdə qalanlardan baxaq görək bunlar diskdə nə qədər tuturlar? 33 olan, 39 olan, 75 kilobayt olan diskdə nə qədər yer tutur? Gəlin baxaq. Baxın, 33 kilobaytımız diskdə 8 kilobaytlıq belə deyək də qutulara, kvadratlara yığsaq. Bunu diskdə tam yerləşdirməkdən ötürü, yəni heç birinin kənarda qalmaması şərtinin ödənməsi üçün bu diskdə 40 kilobayt yer tutur. Niyə, necə? Bu məsələlərə daha detallı formada dərslərimizdə dəfələrlə izah verilir. Ona görə 33 kilobaytı mən burada 40 kilobayt olaraqdan qeyd edirəm. 39 kilobaytımız nə qədər yer tutur? Gəlin baxaq. 39 kilobaytımız diskdən nə qədər yer tutur? Deməli, 4 az olacaq. Yəqin ki, bu da elə eyni qayda ilə 40 kilobayt olmuş olur. 75 kilobaytımızda diskimizdə 80 kilobayt yer tutur. Yəni, mən eləməliyəm ki, 75 kilobayt elə qutulara, yəni elə bir formada yığmalıyam ki, o tam yerləşsinə, yəni artıq qalan heç nə olmasın orada. Bu zamanda deməli 40, 40, 80. Mən bunları toplasam, bizə nəyi soruşur? Ümumi həcmi soruşur. Məsələn, 80 üstə gəlsin 40, üstə gəlsin 40 bərabərdir 160 kilobayt olmuş olur. Əsas burada diqqət eləməli olduğumuz birinci nüans, sizdən hansı tip fayllar istəyir? Yəni, qrafik fayl, mətn faylı, nə bilim, başqa formada səs faylı, video faylı istəsə, yəni onlara diqqət edin. İkinci növbədə isə diskdə tutduğu yerləri müəyyən edirsiniz, ən sonunda da cəmləyirsiniz. Bu qədər. Baxın, səhv edilən digər bir nüans da budur ki, götürüb buradakı həcmləri hesablayırlar. Bax, məsələn, 33-ü götürür, 39-u götürür, 75-i götürür, cəmləyir. Sonra aldığı cavabı 8-ə bölür. Bu tamamilə yanlışdır. Yəni, hər birinə bir-bir fərdi yanaşırıq. Hər birinin fərdi diskdə nə qədər tutduğunu tapırıq. Daha sonra cəmləyirik. Yəni, əvvəlcədən cəmləyim, sonra 8-ə bölün və s. bunlar səhvlər. Daha detallı, daha gözəl izahları dərslərimizdə mən şagirdlərimlə bölüşürəm. Dərslərimizə qeydiyyat davam edir. Fərdi dərslərimiz və qrup dərslərimizə yazıla bilərsiniz.